İran mollası yenidən Azərbaycanı ittiham edib. Xəbəri isə Azad İran Telegram kanalı verir. Abunə olun, xeyli maraqlı məlumatlar əldə edəcəksiniz. Deməli, Kərəc şəhərinin keçmiş cümə imamı hökumət mollası Şeyx Yunus Turabi növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirib. İsrailin İrana son hərbi hücumlarını şərh edən molla deyib ki, İsrailin F-35 qırıcıları güya Azərbaycandan havaya qalxaraq İrana zərbələr indirib. Daha sonra hökumət mollası Azərbaycan dövlətini ittiham edib ki, güya xalq İsrailin İrana hücumlarını pisləmək üçün küçələrə çıxmaq istəyib, amma hökumət buna icazə verməyib. Diqqətinizə çatdırmaq istəyirəm ki, bir müddət əvvəl bu qəbildən olan təhqiramiz və heç bir dəlili, sübutu olmayan ittihamları Molla Amuli də deyirdi. Onun ən belə məşhur ifadələrindən biri də o idi ki, deyirdi, Azərbaycanın qeyrəti yoxdur Qarabağı geri ala və sonra təbii ki, bildik kimin qeyrəti var, kimin qeyrəti yoxdur. Və əslində istəyərdim sizin diqqətinizi buna çatdırım ki, İranda həmin bu mollalar, şeyxlər və digər özlərinə imam və s. deyənlər əslində İran rejiminin, yəni Xameneyinin ruporlarıdır. Və onlar hər zaman Xameneyinin demək istədiyini deyirlər. İttihamlar səsləndirirlər, Azərbaycana düşmən deyirlər və sonra da Xarici İşlər Naziri Ayraqçı ortaya çıxıb deyir ki, yox, nə danışırsınız, biz Azərbaycanla qonşu münasibətdəyik, mehriban qonşuyuq, dostluq və s. Və İranın bax bu ikili hakimiyyətdə olması, yəni hakimiyyətin ikili sanki həm dini, həm də bu qəbildə diplomatik mövqe bildirməsi onlar üçün həqiqətən də manevr imkanları verir. İstədiklərini deyirlər, sonra da deyirlər, yox, nə danışırsınız, onlar mollalardır, meçiddə, nə bilim, xütbədə özləri bilərlər, amma əsas odur ki, biz sizinlə dostluq. Çıxışa baxın. Gördünüz də İlham Əliyov, tamamı F-35'ləri buradan gəlmişdi. Amma boynundan almadılar. Hələ alacaqlar, ha? Heç bir dənə bizim məmləkətə təcavüzü bunlar icazə vermədilər ki, bunlar çıxıb məhkum eləyə. Və yox, bir dənə filmə baxırdım, bir dənə xanım qərə pərçəm vurub İmam Hüseyni əzadarlığa, polis tökülüb qapısını aparırlar. Bunlarda şərəf qeyrət var.